Xahişim budur ki, indiyə qədər nə qədər qələbələr qazanılıb, öz yerində siz öz qələbələrinizlə Zəngil hissinin adına layiq qələbələri daha da yüksəklərə qaldırasınız. Sağ olun, bir daha sizə uğurlar arzulayıram. Sağ olun. Büyük arzularla övlad dünyaya gətirən, onların söylədiyi kəlmələrdən, atdığı ilk addımlardan misilsiz zövq duyan valideynlərimizin hər biri öz oğul və qızına cəmiyyətin layiq üzvü görmək istəyir. Valideynlər adından çıxış etmək üçün sözü Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Təhsilin Pedaqoji və Matematikası fakültəsinin müzikanı professor Fənəli Kursuna verilir. Çox sağ olun tələbələr, məzunlarımız. Hörmətli Bayram müəllim, hörmətli Vüqar müəllim, Bəhman müəllim, əziz valideynlər, əziz həmkarlar, əziz məzunlarımız, bugün təkcə sizin deyil, Azərbaycan Respublikasının ümumi təhsil məktəblərində 11-cilərin hamısının bayramıdır, müəllimlərimizin bayramıdır, Azərbaycan ictimaiyyətinin bayramıdır. Azərbaycanda məktəblə, təhsillə bu və digər şəkildə bağlı olmayan ailə yoxdur. Deməli, bugün hamımızın bayramıdır. İlk öncə, təbii ki, mən bugünkü məzunlarımızı ürəkdən təbrik edirəm. Onlara həyatda uğurlar, can sağlığı və xoşbəxtlik arzulayıram. Əziz 11-cilər, əziz məzunlar, siz 11 il bundan əvvəl valideynlərinizin əlindən tutaraq, kövrək-kövrək, naməlum baxışlarla bir-birinizə baxaraq, biraz ürkək, biraz həyəcanlı, biraz da bəziləriniz ağlaya-ağlaya bu məktəbə gəlmişdiniz. Bugün isə sevinclə, fərəhlə buradan ayrılacaqsınız, müəllimlərinizlə vidalaşacaqsınız. Bu illər ərzində, 11 il ərzində bu müəllimləriniz sizə gizlədilməsi mümkün olmayan gözəllik yaşayıblar. Bu gözəlliyin adı bilikdir. Bu bilik, bu şam, bu ışıq sizin gələcək həyat yollarınızı işıqlandıracaq, daim nur olacaq başınızın üzərində, sizin həyatınıza şölə verəcək, məna verəcək, rövnək verəcək. Və yəqin ki, illər keçəcək, siz məhz bu məktəbin məzun olmağınızla fəxr edəcəksiniz. Zəngil liseyi Azərbaycan təhsil tarixində, müasir dövrdə Azərbaycanın təhsil quruculuğunda xüsusi yeri olan, rol olan bir məktəbdir. Son 6 ildə bilirsiniz ki, bir dəfə Respublikanın ən qabaqcıl məktəblərindən biri kimi fəxri zirvənin yüksək mərhələsində dayanıb. Yəqin ki, biz avqust ayında cənab prezidentin əmri ilə yenidən biz Zəngil hisseyini, sizin doğma məktəbimizi, bizim doğma məktəbimizi yenidən qalib olması münasibətilə təbrik edəcəyik. Siz fəxr eləməlisiniz ki, Şöhrət ordenli Bayram müəllimlə dərs almışsınız. Siz fəxr eləməlisiniz ki, öz işini ürəkdən sevən, ləyaqətlə, canla, başla sizə qayğı göstərən, 11 il sizin əziyyətinizi çəkən peşəkar müəllimlərdən dərs almışsınız. Siz onları heç vaxt unutmayın. Həzrət Əli deyirdi ki, mənə bir hərf öyrədənin quluyam. Sizin nazınızı, qayğınızı çəkən bu müəllimlərdir. Həmişə onları fəxrlə yada salın, onları unutmayın. Valideynlər bizim fiziki bədənimizin tərbiyəsidirlərsə, müəllimlər bizim ruhumuzun tərbiyəsiləridir. Valideynlərimizi bizi göydən yerə indiriblərsə, müəllimlərimiz bizi yerdən göyə qaldırıblar. Ona görə də bütün gözəlliklərə müəllimlərimiz layiqdir. Siz xoşbəxt şagirdlərsiniz ki, xoşbəxt məzunlarsınız ki, sizi belə gözəl dəstəkləyən valideynləriniz var, sizə şərait yaradıblar. Bugünkü gözəlliyi burada yaradanlar həm bizim məktəbdir, həm müəllimlərimizdir, həm valideynlərimizdir, həm də bugün bu çiçəyə qərq olmuş bizim əziz məzunlarımızdır. Bu gözəlliyi yaradanlara, burada əməyə keçənlərə hamısına təşəkkür edirik və bizim gənclərə, bizim məzunlara deyirik, yolunuz açıq olsun, uğurlu olsun, nurlu olsun, parlaq olsun, xoşbəxt olun balalar. Sağ olun. Etmək üçün sözü 652 bal toplayaraq Bakı Dövlət Universitetinin Dünya İqtisadiyyatı Fakültəsinə daxil olmuş Əhməd Oğuzurala verilir. Bugün istər məktəbimiz, istərsə də bütün məzunlar üçün olduqca əziz bir gündür və bu münasibətlə direktorumuz Bayram müəllim də başda olmaqla
bütün məktəbin kollektivini və siz məzunları təbrik edirəm. Məktəbimiz məzunların qarşısında öz borcunu layiqincə yerinə yetirmişik. Bizə təhsil vermiş, bizi cəmiyyətə təhvil vermişik. Biz məzunların qabağında da içimən qarşı bir vəzifəmiz var. Məktəbimizi hər bir yerdə layiqincə təmsil eləmək. İstər qəbul imtahanlarında, istərsə də digər sahələrdə. Bütün məzunlara uğurlar arzulayıram və mən yüksək nəticə əldə etməyimdə əziyyət olmuş hər bir müəllimə minnətdaram. Təşəkkür edirəm. Tam öğretim işletmelerinin teşkil ettiği informatika üzrə olimpiyadada ikinci yerə layiq görülmüş 10-cu sinif şagirdi Babayev Natiq Valideyn Müəllim Asosiasiyası tərəfindən mükafatlandırılır. Çıxış edir Visalə. Qəlbə həyəcanla döyünən 11-cilərimiz yəqin ki, ilk dərs günlərini ürkək addımlarla məktəbə qədəm qoyduqları birinci günü yaxşı xatırlayırlar. 110 ildən sonra sizin yerinizdə durub, həsrətli baxışlarla sinif otaqlarına boylanacaq yeniyetmələrin, bugünkü birincilərimizin də sizə şeir, arzu sovqatı var. Müəllimlik sənəti çətin və şərəfli olması ilə yanaşı, həm də çox məsuliyyətlidir. Birinciler uyusun. Onlar birinci sınıfı hatırlayırlar. Siz keyifsiz olmayın mezunlar bugün. Bugün ağlamayın deyin ve gülün. Gülenler açılır yüzünüzde gül. Hamı gülümseyir sizin için bugün. Allah'tan isteyeyim budur ki benim. Üniversitete girip hoşbaxt olasınız. Sesiniz yüksekten geldiği zaman
bizim. Hele kulaklarımızdan ilk zəngin sədası getməmiş, son zəng çalınır. Bu zəngin sədası 11-ciləri necə qəhərləndirirsə, bizi də bir o qədər kövrəldir. Çünki biz də ilbəil bu zəngin sədasına yaxınlaşırıq. Əziz 11-cilər, bir vaxt siz də bizim kimi bu məktəbə ilk qədəmlərinizi qoydunuz. Ürəklərinizdə neçə arzu, neçə istək vardı. İstəklərin içində ən başlıcası böyümək idi. Doğru arzular insanı doğru gələcəyə aparır. İndi isə siz arzularınızın zirvəsindəsiniz. Arzu edirik ki, bu zirvə siz daim öz köksündə saxlasın. Əziz 11-cilər, bu zirvədə addımlarkən, sizin üçün zəhmət çəkən müəllimləri unutmayın. Unutmayın ki, zirvəyə qalxarkən hər pillədə sizi pəhləvan kimi qucağında daşıyan müəllimlər olur. Hər zaman həyatınızda müəllimlərinizin sizə verdiyi öyüdlər, həyat dərsləri yolunuza daim işıq saçsın. Bugün bizə verilən fürsətdən istifadə edərək öz sinfimiz adından 11-ciləri təbrik edirik. Yolunuz işıqlı, yüzünüz təbəssümlü, ürəyiniz daim təmiz, saf arzularla dolu olsun. Salam atacan. Salam qızım. Qızım ana dilindən neçə almışam bugün? 2 aldım cümləni düz yazmadığım üçün. Bəs ingilis dilindən neçə aldın ay bala? 2 aldım amma ki 3 alırdım az qala. Hesabdan bəs nə aldın? Ondan da müəllim mənə düzü lopuna xalq yerə pis qiymət yaz deyənə. Sonra fərəhlə dedi, Gülər o qoçaq qız. Amma nəğmə dərsində 5 almışam atacan. Bir gündə düz 3 dərsən, sən 2 ala, necə həvəsə gəlib nəğmə oxudun bala. Deyəsən belə getsə, axırda mən müğənni olacam.
rəhbərlik sənədi çətin və şərəfli olması ilə yanaşı, həm də çox məsuliyyətlidir. Hər bir ölkənin tərəqqisi gənclərin yüksək səviyyədə təhsil almalarından, elmin və texnikanın əsaslarına dərindən yiyələnmələrindən birbaşa asılıdır. Liseyimizin müəllimləri fəaliyyətlərində məhz bu fikirləri əsas götürür. Şagirdlərimizin bilik, bacarıq və vərdişlərə dərindən yiyələnmələrinə çalışırlar. Məzunlarımızı təbrik etmək üçün sözü 11-cilərin sinif rəhbərlərinə veririk. Əziz müəllimlər, söz sizindir. Söz verilir 11K1 sinifinin rəhbəri Fərqova Türkçə müəllimi. Valideynlər, müəllimlər və qonaqlarımız. Bugün hamının həyatında əlamətlər bir gündür. Hatırlayaq ki, 11 il bundan öncə evlatlarımız bu məktəbə qədəm qoyublar. Və onlar çantalarını da daşıya bilmirdi. Valideynlər onlarla bir 11 il bu məktəbə gəlib gediblər. Bugün biz bura yığışmışıq məzunlarımızı yola salmağa. Əlbəttə ki, ilk öncə mən hatırlamaq istəyirəm bizim ibtidai sinif müəllimlərimizi, hansı ki 11K1-ə dərs deyiblər. Sevinç müəllimə ilə və Afina müəllimə ürəkdən təbrik edirəm. Onlara uzun ömür arzulayıram ki, belə balaları yetişdiriblər. Əziz məzunlar, artıq bugün siz məktəbə vida deyirsiniz, əlvida deyirsiniz. Sizi mən hamınızı ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu liseyin adını başda Bayram müəllimin zəhməti olmaqla həmişə uca tutasınız. Hamınızı təbrik edirəm. Qarşıda gələn imtahanlarda sizə müvəffəqiyyətlər arzulayıram. Bir daha sizi təbrik edirəm. Sağ olun. Yüksek neticeler gösterəsiniz. Daha böyük uğurlara imza atasınız. Səsiniz dünyanın hər yerindən gəlsin. Harada olsanız, harada yaşasanız, harada işləsəniz, həmişə Azərbaycanlılar uca tutmalar. 11K2-nin sinif rəhbəri Əsgərova Məsuma müəllimə. Buyurun. Əziz valideynlər, əziz məzunlar, bugün sizin həyatınızda unudulmaz bir gündür və bu gün münasibətilə mən sizi təbrik edirəm. Mən bilirəm ki, əziz məzunlar, bugün siz sevinclə yanaşı, həm də kədərlənirsiniz. Ona görə ki, siz bugün məktəblə vidalaşırsınız və bu məktəb illəri sizin həyatınızda heç vaxt təkrarlanmayacaq və mən həm də 11K2 sinif rəhbəri olmaqla yanaşı mən Nərin müəlliməyə də öz təşəkkürümü bildirirəm. Çünki bu uşaqların üzərində çox əziyyət çəkmişdir və mən arzu edirəm ki, uşaqlar, siz Zəngi liseyində əldə etdiyiniz biliklərlə yanaşı, siz öz layiq olduğunuz, arzu elədiyiniz, öz təhsilinizi lazımlı, layiq olduğunuz təhsil ocaqlarında davam etdirəsiniz. Və mən bunun üçün sizə uğurlar arzu edirəm. Çox sağ olun. Qonaqlar, valideynlər, əziz məzunlar, mən hamını bugün əlamətlər gün münasibətilə ürəkdən təbrik edirəm. Hamıya uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, siz harada olsanız da yenə bizim liseyin adına hər zaman yaxşı işlərinizlə uğurlar gətirəsiniz. Valideynlərinizi sevindirəsiniz. Harada olsanız Azərbaycan vətəndaşı olaraq Azərbaycana layiqli vətəndaş olasınız. Öz işlərinizlə bütün Azərbaycanı sevindirəsiniz. Sağ olun, uğurlar arzulayıram hamıya. Bağırova İradə müəllimə, sizi 11 Rus
sinifini təbrik etmək üçün buraya dəvət edirik. Я вас, всех учителей, выпускников, родителей, всех поздравляю с этим днем, потому что для них это один из самых серьезных юбилеев в жизни. Сегодня соприкасаются конец старого этапа, начало нового этапа, когда они окунутся в новую жизнь. Я желаю вам успехов во всех ваших начинаниях, и чтобы вся ваша жизнь была такой же яркой, красивой, радостной, как сегодняшний день. Спасибо. İndi isə söz birazdan məzun adına alacaq 11-cilərimizdir. Bir daha sözünü söylemek için 11K'ya sinifini dəvət edirik. Bugünün məzunları üçün burada ilk sən çalınır və biz burada ürkək addımlarla ətrafa, ürkək boylana ətrafa baxdıq və nabələd dəhlizlərdə yürürkən özümüzü itirdik. Lakin biz düşünmürdük ki, burada ilk səng çox yaxınlıqdadır və bugün bizim ilk səngimizdir. Öyrəndiyimiz hərflərin heca və sözlərin hesabatını verdiyimiz gün Əlifba bayramı günü Ələvi dünənidir. Bir qanadı quş kimi illər keçdi, biz böyüdük, püxtələşdik, savadlandıq, müəllimlərimiz isə yaşlandı. Dəyişməyinizə doğma məktəbimiz oldu. Müraciətimiz məktəbədir. Bəli, sən olduğun kimi qaldın. Dəyişən məzunlarının sayı oldu. Bəzi məzunlar söz verdikləri kimi məktəbə tez-tez gəlib çıxa bilmirlər. Əvəzinə onların xoş soraqları gəlir. Adını yüksəklərə qaldıran hər bir kəs, həkim, müəllim, mühəndis öz məktəbi ilə fəxr edir. Biz ilk məzunlar öz sağlığımızı və heç insanlığımızı, mənliyimizi itirməyəcəyik. Biz buna söz veririk. Son imtahanında biz sənə əlvida deyəcəyik. Həyat bizi sınaqlarla gözləyir. Hələlik isə biz sənə əlvida yox, sağ ol deyirik məktəb. Sağ ol deyirik savadlar deyilənlərə. Sağ ol əvətsiz müdrik müəllimlərinə görə. Sağ ol tövrət istər, duyğular aşıladığına görə. Biz sənə sağ ol deyirik, məqsəd sənsə bizə uğurlar diləyir. Mikrofonu biri verin oraya. Buradadır. Ötən günlər, dərs olanır, sənin səsin.
müəllimlər, hörmətli müəllimlərimiz, haqqınızı halal edin. İlk sinif müəllimlərimiz, bizdən ona qayıtsıyla əhatə edən Akıla Ölmə, Sevinç Müəllimə və Nərinə Müəllimə etdiklərimizə, sularımıza görə dözdüyünüz üçün çox sağ olun. Sinif rəhbərimiz Almaz müəllimə, Məhrəm müəllim, əqrətimiz tərifçiniz çox sağ olun. Rövşən müəllim, bizə riyaziyyat sevdiğinizə görə və insanlığınıza görə sizə təşəkkür edirik. Xanımqız müəllimə, tariximizin bu günlük günəni bizə öyrətdiyi üçün minnətdarıq, təşəkkürlər. Pamela müəllimə, Bənövşə müəllimə, Türkanə müəllimə, bizə xarici dilləri müəllim çəkdiyinizə görə təşəkkür edirik. Gülnarə müəllimə, Könül müəllimə, Güllü Çiçəkli Azərbaycanın daşının hər ağacını, ümumiyyətlə hər canlının həyatını bizə öyrətdiyiniz üçün çox sağ olun. Bizə Viskan sevdirdiyinizə görə Elnara və Mirfətullah müəllimə çox təşəkkürlər edirik. Biz bu gün hal-hazırda yeganə xaladan peşçilərindən, nəzarətçi polislərdən istəyirik. Bayram müəllim və Rəfiyə müəllimə belə gözəl kollektivə rəhbərlik etdiyiniz üçün sizə təşəkkür edirik. Harda olsaq da, necə yaşımız olsa da həmişə deyəcəyik. Məktəb illəri, ömrümün ən şirin, doyumlu, qayğısız illəri. Söz verilir 11 K1 sınıfına.
Hoş gördük əziz müəllimlərimiz, hörmətli valideynlər və məzunlar. Bugün biz sizin hər birinizi 11K1 adından salamlayırıq. Ayrılıb gedəndə doğma məktəbdən yarpaqlar ağlayır, güllər ağlayır. Gəlin vidalaşaq dostlar deyəndə dillər söz tutmayır, gözlər ağlayır. Dayanın, çalmayın sonuncu zəngi, yoxsa ürəyimə toxunacaqsınız.